Salam əziz insanlar. Bu sabah sağlamlıqla bağlı tez-tez qarşılaşdığım növbəti bir sualı cavablamaq istəyirəm. Bəs niyə kimsə nə gəldi yeyir, nə gəldi içir, heç sağlamlığına nəzarət eləmir, sağlamlıq prinsiplərinə riayət etmir heç, amma yenə də məndən daha sağlamdır, məndən daha gümrahdır və sair və ilahir kimi bir buna bənzər bir sualları cavablamaq istəyirəm bu videoda və sanki bir nöqtə qoymaq istəyirəm ki, bir də insanın ağlından heç belə suallar ümumiyyətlə keçməsin. Bilirsiniz, bununla bağlı nə demək istəyirəm? İnsana bəzən belə bir şeylər görəndə sanki dünyanın haqsız, ədalətsiz olduğu ağlına gəlir. Sanki bu düzgün deyil, belə olması. Baxın, mən çalışıram, vuruşuram, diyet, pəhriz saxlamağa çalışıram. Niyə bəs mən bir balaca nəsə yeyən kimi kökəlirəm, özümü pis hiss edirəm və s. Amma bax, filan kəs elə hər şeydə yeyir, hər şeydə içir, özünü bomba hiss edir. Bax, heç bir məclisdən qalmır. Neçədə istəyirsə yeyir, yenə də heç bir rejimə riayət etmədən belə bax, fiqurasına superdir və yaxud da bax, hər şey əladır ondan. Bu nədir əziz insanlar? Bu müqayisədir. Ən birinci başa düşmək lazımdır ki, sən artıq özünü kimlənsə müqayisə edirsən, ən birincisi. Bunun özü artıq bir səhvdir. İkincisi, başa düşmək lazımdır ki, gördüyümüz görünüş hələ hər şey demək deyil. Mən bu videonu çəkdiyim zaman, bax, hal-hazırda acildə, bax, səhər tezdən də acildə hələ belə deyək də xəstəxana rəsmi olaraq açılmayıbdı, saat var da. Acildə hal-hazırda damarında iynə neçə nəfər uzanıbdı. Hələ bizim xəstəxanamızda, balaca bir xəstəxanamızda. Və dünyanın bütün yerlərində, ölkəmizin bütün yerlərində, dünyanın bütün yerlərində nə qədər bir insan hal-hazırda, yəni kimisini qaraciyər xəstəliyinə görə, kimisini zəhərlənibdir adı ilə, kimisi başqaca soyuq dəymədir və s. özünü narahat edir adı ilə, bu dəqiqə bax, o vəziyyətdədirlər. Mən bu kadrları özüm hamısını şahid olmuşam, özüm görmüşəm deyə bunu çox gözəl başa düşürəm və bu unudulmaz olaraq mənim beynimdə həkk olunubdur. Biz gördüyümüz bu üzdə olan görünüş hələ hər şey demək deyil. Yəni insanın evdə nə dərman atdığını, gecə hansı acilə getdiyini, nə hiss etdiyini, hansı preparatlardan istifadə etdiyini. Yəni elə adamlar var ki, cibində dərman, elə adam var ki, iş yerində dərmanla gəzir. Biz buna yaşamaq deyirik, amma halbuki bu normal yaşayış deyil. İndi normallaşıbdır. Kimə nə isə deyirsən, deyir ki, məndə də var, mən də bunu atıram, mən də bunu qəbul edirəm. Bax, mən də yeməkdən öncə filan dərmanımı atıram və yaxud da yeməkdən bir saat sonra filan bir şey eləyirəm. Mənə də iynə vurdular, mən də filan bir şey içdim, keçdi, getdi və s. Bu normallaşıbdır. Normal bir hala çevrilibdir. Halbuki bu artıq anormal bir явлениyadır. Bu belə olmalı deyil. Ona görə də biz gördüyümüz o kadr, nə vaxt insan hardasa nəsə yeyir, içir, güya özünü yaxşı hiss edir, bu hələ o demək deyil ki, hər şey yaxşıdır. Bu ikincisi. Üçüncüsü, bayaq dediyim kimi, hər kəsin öz dərsi var. Kimsə sağlamlıqla bağlı, kimdəsə başqa bir həyatındakı başqa bir şeylə bağlı, yəni hər ədə bir cürdür. Bu o demək deyil ki, insan nə gəldi yeyirsə, içirsə, rejimsiz həyat sürürsə, bu onun bir nəticəsini görməyəcək. Sadəcə, baxın, öz nümunəmdə də, özümdə bir misal gətirim. Otururdum dostumla, pivə, balıq içirdik, gecəsi məni acilə aparırdılar. Sistem, nə bilim, qaytarmaq, ürək bulantısı, deyirdilər zəhərlənmirsən, deyirdilər balıqdandır, deyirdilər nə bilim nə. Səhərsi günü soruşurdum dostumdan, deyirdi ki, hər şey bomba kimi idi. Yox, məndə heç nə olmadı. Elə balıqda deyilsə problem, pivədə deyilsə problem, onda nədədir problem? Amma iminli, bax, bədənimin özünü elə aparmağının nəticəsində, bədənimin hər şeyi qəbul etməməyinin nəticəsində
xroniki xəstəliyimin nəticəsində mən başladım araşdırmağa, mən başladım öyrənməyə, fiziologiya olsun, biologiya olsun, biokimiya olsun. Bu qida pəhrizimi dəyişdim və nəticə gördüm və indi bugünkü günü mən bu haqqda danışıram. Və əgər sizdə elə bir problem varsa, böyük ehtimal bu sizin sınağınızdır. Böyük ehtimal bu sizə nəyisə göstərir. Yəni insan ya bundan dərs ala bilər, öyrənə bilər və nəyisə həyatında dəyişə bilər. Və yaxud da heç nə dəyişməyib özündə, məsuliyyətsiz davranıb kimlərəsə göstərə bilər ki, bəs o niyə elədi? Bax, mənim babam, nənəm hər şeyi yeyirdilər, içirdilər, 90 il yaşadılar və s. Yox, qidalanmada problem yoxdur da, qidalanmalıq deyil və s. Qətiyyən belə kimi bir düşüncələri özünüzdən götürməyi tövsiyə edərdim. Əgər həqiqətən də bir sağlamlıqla bağlı irəliləyiş olmağını istəyirsinizsə, bəli, mən deməyəcəm ki, sağlamlıq ancaq bir dənə sağlıqlı pəhrizdir. Deməyəcəm. Bir dənə bir şeyi dəyişməklə də insanın həyatında hər bir şey dəyişmir. Amma bir dənə bir şeydən heç olmasa başlamağı tövsiyə edərdim. Bilirsiniz, bu necə işləyir ümumiyyətlə? Bayaq dediyim kimi də hərənin özünə görə bir dərsi var. Sən nəyisə öyrənirsənsə, bax bu sənin bədənin götürmür. Sən başlayırsan araşdırmağa, öyrənməyə, sənə başlayır məlumatlar açılmağa. Yəni özün öyrənmək pozisiyasını, şagird pozisiyasını aldınsa, bu həyatdan həqiqətən də nələrsə dəyişməyə niyyət elədinsə bu həyatında, sənə başlayır məlumatlar gəlməyə, sən başlayırsan addımlar atmağa, tətbiq etməyə, həqiqətən də onun nəticəsini görürsən, amma bu o demək deyil ki, bundan hər şey bitdi. Sənə başlayır başqa qapılar açılmağa, başqa bir sahə ilə bağlı. Anlayırsınız bu necə işləyir? Yəni mən bu günləri bax bir balaca tüstü alım, siqaret tüstüsü, başlayacağam öskürməyə, bədənim sırası bunu götürməyəcək, başım gicəllənəcək və s. Amma insan var ki, 40 il hər səhər tezdəndən başlayır o siqaretlə yandırmaqla, amma özünü okey hiss eləyir. Bu pisdir yoxsa yaxşı? Bu nə pis deyil, nə yaxşı deyil. Dediyim kimi, sadəcə hər bir əməlin öz nəticəsi var. Yəni, yığılır, yekunda bir nəticə özə çıxır. Və iş orasındadır ki, bu dediyimiz bir şey, yəni da bu siqaretlə bağlı falan da, elə ola bilər ki, insan heç siqaretdən dünyasını dəyişməsin. Yəni, insan 40 il siqaret çəksin, axırda onu Allah uzaq eləsin, maşın vursun və yaxud da bir avtomobil bir qəzasına düşsün. Kimsə də deyəcək ki, bax, 40 il siqaret çəkirdi, siqaretdən ölmədi, dünyasını başqa bir şeydən dəyişdi. Siqaret çəkməyi məsəl üçün deyirəm, misaldır bu sadəcə. Sadəcə üzdə gördüyümüz bir məsuliyyətsizliyidir hardasa, özünə qarşı, öz bədəninə qarşı, öz həyatına qarşı. Bu biridir, nəyə ki biz görürük. Əgər bu varsa, bunun yanında mütləq şəkildə başqa bir şey də var. İçki ola bilər, məsələn, ikinci bir şey kimi və yaxud da özünü sevməmək ola bilər, özünə baxmamaq ola bilər və s. Bunlar hamısı yığılır, toplanır. Axırda insan hansısa bir maşın qəzasında, avtomobil bir qəzasında dünyasını tutam ki, dəyişir. Biz deyirik ki, bax, görsən, bəxti gətirmədi və yaxud da qismət və s. Bunlar hamısının nəticəsidir. Bu elə işləyir ki, bunu heç bir sən onu heç cür calaya bilmərsən. Heç cür calaya bilmərsən. İnsan təsəvvür elə də siqaret çəkməyi, bayaq dediyim kimi də, sadəcə bir dənə bir şeydir, nəyə ki biz görürük. Başqa bir tərəflərdə də öz həyatına qarşı məsuliyyətsiz davranır. Bunlar yığılır, sonunda bir nəticəyə gətirib çıxardır. Diqqətsizlik, maşın qəzası və yaxud da yolu keçdiyi zaman o qədər həyatın variantları var ki, sürprizləri var ki, heç insanın ağlına gələ bilməz. Yəni, kazalız bu da, yəni heç bundan məntiqlə baxanda buna görə dünyasını dəyişmədi. Amma yığılıb, yekunda bir nəticə göstərir. Yəni, bugünkü günü həyatımızda nəsə bir problem varsa, bu nələrinsə nəticəsində hansısa bir məsuliyyətsizliyimizin, diqqətsizliyimizin öz həyatımıza qarşı, öz yanaşmamıza qarşı, həyata, yaxınlarımıza və s. Onların hamısının bir toplamıdır. Və mən sir olaraq deyə bilərəm ki, ən gözəl toplamıdır, ən gözəl. Yəni, bugünkü günü nəsə bir probleminiz varsa, bu ən gözəl nəticədir. Bugünkü günü nəsə bir xəstəliyiniz varsa, ən gözəl bir nəticədir. Yəni, baxın, mənə siqaret düşmürsə, mən bunu bilirəm deyə, mən bunun bədənim
yoxlamamışam deyə, çəkməmişəm deyə götürmür və mənim başqa özümə görə bir sınağım var. Mən bu etapı keçdim, başlayıram, mənə başqa bir tərəfdən bu psixologiya olsun, yanaşma olsun və s. qapılar açılır. O insana isə, hələ o insan bundan qutara bilməyibdir, ona hansı başqa bir qapı açıla bilər ki? Başa düşürsünüz? Yəni, hər kəsin öz dərsi var. İnsan baxıb kiməsə deməsin ki, bax, mən siqaret çəkən kimi mən götürə bilmirəm, özümü pis hiss edirəm, amma bax, o çəkir, özünü yaxşı hiss edir. Bu nə haqsızlıqdır? Haqsızlıq axtarmaq lazım deyil, dərs götürmək lazımdır, öyrənmək lazımdır. Mən buna çağırıram. Bu əsas bir məsələ, fundament budur ki, yəni əgər insan həqiqətən də nəyəsə öyrənmək istəyirsə, dəyişikliklər istəyirsə, başa düşməlidir ki, əgər xəstəlik mənim qapımı döyübsə, mən dinləməli deyiləm filan kəsi ki, o hər şey yeyir, içir, ala bax bunu qəbul elə, keçib gedəcək. Götürmür da, faktiki görürsən bədənim götürmür. Faktiki mənə bədənim nəyisə demək istəyir. Faktiki həyat mənə nəyisə demək istəyir. Bəlkə mən başlamalıyam öyrənməyə və nə vaxt insan bu pozisiyasına girir, öyrənmək pozisiyasına. Gözdən pərdə asmaq yox, öyrənmək pozisiyasına. Ona başlayır, bax, qapılar açılmağa. Bu video vasitəsilə, başqa bir video vasitəsilə, qarşına bir kitab çıxa bilər, hansını sən oxuyasan. Səni problemlər bizi vadar eləyir nəyəsə öyrənməyə, bir vadar eləyir ki, duraq hərəkət eləyək, nəsə dəyişikliklər eləyək. Amma insana baxsan, başqasına, məsələn, sən elə təriflə danışdığın bir insan ki, hansı deyirsən ki, gümrah görsənir. Baxırsan, o rahat, komfort yaşayır öz həyatını. Heç bir motivasiyası yoxdur, nəyəsə dəyişsin. Siqaretdir, çəkir yavaş-yavaş, hansı onu öldürür. İçkidir, içir öz içkisini. Gündəlik bir rutinini yaşayır. Amma onun da dediyim kimi hələ öz bir keçmədiyi bir dərslər var ki, hələ bir orada dəyişiklik eləsə, məsələn, əgər insan tutalım ki, başlasa səhərlər su içməyə tutalım ki, ucu görəcək ki, məsələn, ondan sonra siqaret çəkmək istəmir və yaxud da hərəkət eləməyə başlasa görəcək ki, ucu vaxtı qalmır belə bir şey üçün. Başqa bir vərdişlər formalaşdırmalıdır ki, bu çirkli vərdişə yer qalmasın. Görürsünüz, hər şey nədən başlayır? Kiçik addımlardan və dəyişikliklərdən. O zaman bədəni də götürməyəcək bunu. O zaman onda başlayacaq problemlər çıxmağa üzə. Bilirsiniz necədir? O necə ki, insan detoksa başlayır ilk vaxtlar. Təsəvvür elə illərlə bədəni o qədər zirzibil yığıbdır ki, bu başlayır detoksa, bir həftənin içində üzə o qədər problemlər çıxır ki, çoxsu qorxur və deyir ki, yox, mən bu nə detoksdur, özümü pis hiss edirəm. Kimsə ac qalan kimi başlayır başı gicəllənməyə. Halbuki yəni sən bu prosesi keçməlisən, bu normaldır, bu detoksikasiyadır. İnsan da elə bilir ki, yəni acizdir, yəni bu saat öləcək deyə ona görə bu belə deyil. Sadəcə sənin bədənin təmizlənir. Ona görə bu özünü belə hiss edirsən. Təbii ki, toksinlər başlayır çıxmağa qana, özünü pis hiss edirsən. Və bunun da düzgün keçirmək qaydası var təbii ki. Yəni elə öz başına götürüm mən aclıq eləyim, nə bilim diyet eləyim, o da bədənə yaxşı təsir göstərməyəcək. Sadəcə mən göstərmək istədiyim odur ki, necə absurddur, necə biz başayaq, yəni hər şeyi başa düşürük də, yəni düzgün başa düşmürük. Qısa olaraq desək, əziz insanlar, özünüzü heç kimdən müqayisə etməyin və əgər nəsə xəstəlik, nəsə problem sizin qapınızı döyübsə, sizin dərsiniz var bununla bağlı. Bu həyat bir sınaqdır, imtahandır, hər birimizin özünə görə. Qətiyyən kimlənsə müqayisə etməyin və düşünməyin ki, o zaman da düşünməyin ki, məsələ qidalanmada deyil, tək qidalanmada deyil, razıyam. Amma özünə baxım, qida rejimi, yuxu rejimi, bu çox önəmli bir faktordur. Çox önəmli bir faktordur. Bunu kiçiltmək lazım deyil, bunun təsirini. Bu məsuliyyətli bir davranışdır öz bədəninə qarşı. Ya heç olmasa bundan başlamaq lazımdır ki, daha sonra başqa bir etaplara keçə bilərsən. Və belə. Təşəkkür edirəm bu videonu izlədiyiniz üçün. Ümid edirəm doğru zamanda doğru ünvanlara çatacaq və fayda gətirəcək. Hər bir halda bu niyyətlə çəkilibdir. Sağ olun, salamat qalasınız. Özünüzə yaxşı baxın əziz insanlar. Özünüzə.